Bir gün ata ilə balaca qızı müxtəlif şou proqramların, kiçik səhnələrin nümayiş olunduğu bir məkana gedərlər. Hər tamaşa sonunda aktyorlar tamaşaçılardan təşəkkür əvəzi alqış gözləyirlər. Quşların səsi. Təbii ki, ata da öz qızının sevincini və reaksiyalarına qoşularaq aktyorları alqışlamağa başlayır. Həmin an atanın gözü qarşısında oturan digər ata ilə balaca qızına ilişir. Görür ki, ata qızına heç reaksiya vermir. Görür ki, ata nə qızı ilə durub aktyorları alqışlayır, nə də heç bir reaksiya vermiş. Birinci bəhs etdiyimiz bu ata həmin o soyuqqanlı ataya əsəbləşir. Ürəyində öz-özünə deyinir: "Sən necə atasan? Bir dəfə də olsun aktyorları alqışlamadın, qızının reaksiyalarına şərik olmadın." Hətta tamaşanın sonunda ataya yaxınlaşmağı belə ağlından keçirirdi. Tamaşa bitir və hər kəs yavaş-yavaş getməyə hazırlaşır. Gördü ki, qızı gödəkçəsini geyinib getməyə hazırlaşsa da ata yenə yerindən tərpənmirdi. Qızı öz gödəkçəsini geyindikdən sonra atanın da gödəkçəsini geyinməyə kömək oldu. Çünki atanın qollarından biri yox imiş. Ona görə də nə əl çala bilirmiş, nə də digər reaksiyaları vermək onun üçün asan olmamış. Birinci bəhs etdiyimiz atanın bütün qınaq hissləri peşmançılıq hissləri ilə əvəz oldu. Bu hekayədir, amma kaş ki həyatda da dərinliyinə varmamış, anlamamış qınamağı seçməsək. Axı düşünmək qınamaqdan daha çətindir. Bəlkə də ona görə seçimimiz bu olur. Hələlik.